Hər kəsə salamlar. Bu günləri Gemini nə idi la? ChatGPT-nin verdiyi görevləri edəcəyik. Videoya keçməmişdən öncə xahiş edirəm videoya like atmağı, kanalımıza da abunə olmağı unutmayın ki, artıq 1000 abunəyə az qalıb, 1000 abunə olaq bizdə. Alsıbını yüksəltmək üçün gözəl video çəkməyə biz də hazırıq. Deyirəm və videoya keçirik. Gördüyünüz kimi ChatGPT-yə dedim ki, mənə video üçün 10 dənə sual ver, o da 10 sual verdi. Sual nə idi la? İlk görevimiz gördüğünüz kimi evdə 30 saniyədə 5 qırmızı əşyanı tap. ChatGPT, ay ChatGPT. Mən 5 dənə qırmızı əşya tapa bilmədim, 4 dənə tapdım. Biri gördüyünüz kimi bu dinozavrdır, biri sapdır, biri də burada Cristiano Ronaldo'dur, bir də ki bu marşerdir yəni. Yəni 4 dənə tapa bildik də. Sonra ikinci görev, adının baş hərfi ilə bir söz de. Adının baş hərfi T-dsa nə deyirəm, bir söz deyir də. Cümlədə demiş ki, məsələn, toyuq. T-lə toyuq da yəni. Üçüncü görevdə deyir ki, bir kağıza 10 saniyədə pişik çək. Mən bunu pas keçirəm, çünki heç pişik bilmirəm necə çəkilir. Çəksəm də son saniyə onu çəkə bilmərəm. Dördüncü görev, əlifbanı A-dan Z-yə qədər mümkün qədər çox tez sürətli say. Gəlin sayaq. A, B, C, C, D, E, F, G, H, H, I, J, K, G, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, V, Y, Z. Bu qədər asan. Bəlkə 10 saniyədən az olur. ChatGPT həqiqətən bizi biabır eləmək istəyir abi. 5-ci görevə baxın siz. 3 fərqli heyvan səsi çıxardı. İndi heyvan çıxartsam heyvan olacam mən. Həqiqətən deyirəm, ChatGPT adamın başını xarab eləyir. Sonra digəri evdəki ən maraqlı əşyanı göstər. Evdəki ən maraqlı əşyanı görürsünüz ki, bu dinozavrdır. Gəlib sizi bu dəqiqə yiyəcək burada. Digər 7-ci görev dünyanın ən basit, ən asan görevlərindən biridir. 20 saniyə ərzində mümkün qədər çox ölkə say. Yəni 20 saniyə deyirsə, gəlin biz 20 saniyə ilə 20 dənə ölkə deyək. Azərbaycan, Amerika, Almanya, sonra Ukrayna, Rusiya, Qazaxıstan, Çin, Özbəkistan, Türkmənistan, Tacikistan, Hindistan, Pakistan, Nepal, Bhutan, Yaponiya, İndoneziya, Avustraliya, Yeni Zelandiya, Papua Yeni Gvinea, bir də Şimali Koreya. Tam 20 saniyə oldu. 20 saniyə ilə 20 dənə ölkə. Biz adımızı onsuz da bir əllə yazıq. Bu niyə bir əllə dedi ki? Xəttim dünyanın gözəl xəttidir. Allah yazdı. 9-cu görevimiz deyir ki, 5 saniyə ərzində ona kimi mümkün qədər tez ona kimi geriyə sayda tərsinə sayda. Yəni 0-dan başladı. 0, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Heç 2 saniyə, 3 saniyə çəkmədi. Sonuncu görevimizə gəldik. Deyir, ən sevdiyin oyunu 3 sözlə izah elə. Ən sevdiyim oyun budur. Çox yaxşı qrafikli oyundur. Necə deyim, maraqlı oyundur. Necə deyim, bir də ki onlayn oyundur. 3 dənəsindən dedi, yəni izah elədik. Və dostlar, videomuzun axırına gəldik. İnşallah videomuzu bəyənərsiniz. Asubəni yüksəltmək üçün çox gözəl videolarla qarşınızda olacağıq. Videoya like atmağı, kanalımıza da abunə olmağı unutmayın. Sağ olun, gələn videolarda görüşərik.